Bir motor burada, bir motor da içerideki otaqda. Gün orta saat 12-dən, səhər 12-dən bu vaxta qədər hələ də çəkib suyu qutara bilmir. Laminatlar bərbad gündə. Bura mənim şəxsi studiyamdır, evimin altıdır. Laminatlar bərbad gündə. Təbii ki, aparturlar. Mebellər, təbii ki, aparturlar. İçəridə, orada hər bir şey gördüyünüz nə varsa aparturlar. Hələ də qutarmır. Təbii ki, bunun günahkarı kimdir? Bunun günahkarı dövlətin pullarını basıb yiyən su idarəsinin əməkdaşları, rəhbəri, Azərsu, kanalizasiya, bax bunlardır. Bax kanalizasiya idarəsidir, su idarəsidir. Basıb yiyiblər dövlətin pullarını. Haram xoşunuz olsun. Haram xoşunuz olsun. Biz bugün də yaşayırıq. Bax, xüsusən Binəqədi sakinləri. Biz bilmirəm Binəqədidə, Bakı şəhərində yoxsa Venesiya şəhərində yaşayırıq. Mən onu hələ də